14 ildə ailəli olan bir xanımdan simir testi alacağıq. Təbii ki, ilk müayinələrimiz simir testi ilə başlayır. Halbuki bizə müraciət etmə səbəbi ultrason müayinəsindən keçib, miyom aşkar olunub və ağrılarım var, həkimə müraciət etmişəm. Çox təəssüf olsun ki, günümüzdə bu qədər maarifləndirmənin olmasına baxmayaraq, artıq düşünürəm ki, simir testi haqqında hər kəsin az da olsa məlumatı var. Yenə də bu testlər aparılmır. Yenə də müayinələr ultrason müayinəsindən başlayır. Çox təəssüf olsun. Bir daha deyək, müayinələr başlamalıdır. Ginekoloji masada adi gözlə müayinədən daha sonra onkoloji testlərin aparılması, HPV və PAP testinin aparılması məsləhətdir. Cinsi həyatı olan hər bir xanıma ehtiyac olduğu halda bakterioloji testlərin aparılması, daha sonra ikinci aşamada nəticələrə əsasən kolposkopiya müayinəsinin aparılması. Hansı ki, gözlə baxdığımızda uşaqlıq boynunda belə bir endometrioid sahə var. Təbii ki, müayinələri geniş aparacağıq. Hər kəsə sağlam olmağı arzu edirəm. Ən azından bu ayda onko testlərinizi aparmağı unutmayın.